Tapşırığı keçid etmək üçün bura klik edirik. Tapşırığın siyahısını görürük. Daha çoxunu görmək üçün bu düyməyə klik edirik. Tapşırıqların arasında ada görə axtarış etmək üçün burada adı daxil edə bilərik və tapşırığı yaratmaq üçün bu düyməyə klik edirik. Tapşırığın adını, sonra isə təsvirini doldururuq. Təsvirdə şəkillər əlavə edə bilirik. Tapşırığın son tarixi, əlavə fayllar və bir neçə dənə əlavə fayl ola bilər. Tapşırığın qiymətləndirilmiş olacaq yoxsa yox, tələbə tərəfindən təqdimatların redaksiyası mümkün olacaq ya yox, əlavə edirik və artıq həmin tapşırığı görə bilirik. Tələbə öz tərəfindən yaranmış tapşırığı görə bilir, daxil olub təsviri görə bilər, əlavələri yükləyə bilər, tapşırıq haqqında detalları görə bilər və tələbə öz tərəfindən təqdimat edir. Əlavələri də göndərə bilər və təqdim etdikdən sonra artıq təqdimatı redaktə eləyə bilmir. Tələbə tapşırığı təqdim etdikdən sonra müəllim həmin tapşırığa daxil olub həmin tələbənin təqdimatını görə bilər. Tələbə tərəfindən təqdim olunduğu tekst və fayl burada görsənir. Müəllim faylı yükləyə bilir. Tapşırığın son tarixi tapşırıq yarananda və ya tapşırıq yarandıqdan sonra dəyişilə bilər. Tapşırığa daxil olub, görə bilərik ki, son tarixi yoxdur. Düzəliş et düyməsini klik edib, son tarixini daxil edirik. Yadda saxlayırıq. Yenilənmiş son tarixi artıq burada görsənir. Tələbə də son tarixi öz tərəfindən görə bilir. Əgər tələbə təqdimatını son tarixdən sonra göndəribsə, o zaman müəllim üçün gecikmiş təqdimat qırmızı rəngdə əks olunur. Həmçində tələbə öz tərəfindən təqdimatın gecikdiyini görə bilər. Tapşırığı yaradan zaman və ya yaratdıqdan sonra onu qiymətləndirilmiş edə bilərik. Onun üçün düzəliş et düyməsinə klik edib qiymətləndirilmiş tapşırıq seçimini qeyd edirik. Yadda saxlayırıq. Tapşırığın statusu artıq yeniləndə və hər bir təqdimatın qarşısında onun qiyməti əks olunub. Təqdimatı açıb qiymətini daxil edə bilərik. Qiyməti sonradan dəyişə də bilərik. Tapşırığı əvvəlki hala qaytarmaq üçün düzəliş et düyməsinə klik edib və həmin yerdən seçimimizi ləğv edirik. Yenidən qiymətləndirilmiş etmək istəsək, həmin addımları təkrar edirik və diqqətinizə çatdırım ki, hal-hazırda təqdimatların köhnə qiymətləri sıfırlandı. Tələbə isə öz tərəfindən təqdimatın qiymətini görə bilər. Təqdimatın tələbə tərəfindən redaksiyasına icazə vermək üçün düzəliş et düyməsinə klik edib bu seçimi qeyd edirik. Artıq tələbə öz tərəfindən təqdimatını redaksiya edə bilir və əlavə faylları qeyd edə bilər. Materiallara keçid eləmək üçün bu düyməyə klik edirik, materialların siyahısını görə bilirik, daha çoxunu yükləyə bilirik və aralarında ada görə axtarış edə bilərik. Əlavə et düyməsinə klik edib materialın adını və təsvirini qeyd edirik. Əlavə faylları da yükləyə bilərik, əlavə edirik və artıq təzə əlavə olunmuş materialımız görsənir. Həmçinin tələbə öz tərəfindən əlavə olunmuş materialı görə bilir. Onu keçid edib təsviri oxuyub və faylı yükləyə bilir. Həmin materialı oxunmuş kimi qeyd eləmək üçün bu düyməyə klik edir. Müəllimlər isə oxunuşlar haqqında məlumat ala bilər. İmtahanlara keçid eləmək üçün bura klik edirik, imtahanların siyahısını görürük, daha çoxunu yükləyə bilərik, ada görə axtarış edə bilərik. Təzə imtahan yaratmaq üçün bura klik edirik. İmtahanın adı, təsviri, timer, son tarix, qiymətləndirmə növü, qiymətləndirilmiş imtahandır ya yox, təqdimatın görülməsinə icazə vermək kimi seçimlərimiz var. Onları boş saxlayıram çünki sadə imtahan yaradıram. Yadda saxlanandan sonra biz imtahanın suallarının yarama səhifəsinə yönəlirik, amma bunu dərhal etmək məcburiyyətində deyilsiniz. Yəni buradan və ya mənim platformadan çıxıb sonra yenə də imtahana daxil olub sualları yaratmağa davam edə bilərsiniz. Hal-hazırda yaranmış imtahan tələbələr üçün görsənmir. Onu görmək etmək üçün düzəliş et düyməsinə klik edib və tələbələr üçün görünəndir seçimini qeyd edirik. Amma bunu etmək mümkün olmayacaq, çünki imtahanın hazırda heç bir sualı yoxdur. Başqa sözlərlə, imtahan sualsız görünən ola bilməz. Sualları yaratmağa davam edirik. İlk öncə sualın başlığını əlavə edək, hansı ki şəkli də ola bilər. Sonra isə sual tipini seçməliyəm. Çoxsaylı seçim qapalı sual tipidir, ancaq bir düz cavab ola bilər. Seçim qutuları qapalı sual tipidir, bir və ya birdən çox düz cavab ola bilər. Mətn açıq sual tipidir. Seçim qutuları ilə davam edirəm.
Koeffisient bir sualın ümumi qiymətə təsirin proporsiyasıdır. Məsələn, imtahan 3 sualdan ibarətdirsə və hər sualın koeffisienti 1-dirsə, o zaman sualın qiymətə təsiri 33,3% təşkil edir. Amma imtahanın qiymətləndirilməmiş kimi yaratmışam deyə koeffisiyentin olması heç bir əhəmiyyət daşımır. Sual tələb olunmursa, tələbə onu buraxa da bilər. Əks halda o suala cavab verməmiş imtahanı bitirə bilmir. Variantları yaradaq. Düzgün cavabları əvvəlcədən qeyd edək. Bu sual o halda düzgün hesab olunacaq ki, nə vaxt tələbə bütün düzgün seçimləri işarə edəcək. Əgər əksik və ya artıq seçimlər varsa, sual səhv olaraq qəbul olunur. Sualı yadda saxlayırıq. Əlavə sualı yaradırıq. Sualın başlığını qeyd edirik. Sualın tipi olacaq çox sayılı seçim və ona görə burada ancaq bir düzgün cavabı seçə bilərik. Sual tələb olunmayan olacaq. Koeffisienti 1 və yadda saxlayırıq. Növbəti sualı yaradaq, başlığını qeyd edirik və sual tipini mətn seçirik. Mətn sual tipində düzgün cavab müəyyən olmamış, hər bir təqdim olunan cavab düzgün hesab olunacaq. Lakin əvvəlcədən düz cavabı təyin etsək, o zaman təqdim olunan cavablar hərflərin böyük-kiçik olmasına baxmayaraq düzgün cavabı ilə müqayisə olunub səhv və ya düz hesab olunur. Təqdim olunan sözlər, mətnlər düz cavabdakı olan simvolları ilə birəbir düz gəlməlidir. Əks halda təqdim olunan cavablar səhv qəbul olunacaq. Sualları yaratdıqdan sonra imtahanın detal səhifəsinə qayıdırıq. Artıq biz imtahana baxış keçirə bilərik. Düzdür işarələri ancaq müəllim üçün görsənilir. İmtahanı tələbələrə görünən etmək üçün düzəliş et düyməsini klik edib, tələbələr üçün görünəndir seçimini qeyd edirik. İmtahan artıq tələbələr üçün görünəndir. Qeyd etmək istəyirəm ki, hər hansı tələbə imtahanı başlatmadan biz hələ də imtahanların suallarını yaradıb redaktə edə bilərik. Əks halda bunu edə bilmərik, nə də ki imtahanı geri gizlədə bilərik. Tələbə artıq öz tərəfindən təzə imtahanı görə bilir və imtahanı başlada bilir. Sualları doldurub imtahanı təqdim edir. İmtahanı təqdim etdikdən sonra öz təqdimatını görə bilmir. Müəllim imtahanların təqdimatlarını izlə bilər. Bu tələbənin təqdimatını izləmək üçün bura klik edirik. Tələbənin qeyd etdiyi cavabları görə bilirik. Amma imtahanı qiymətləndirilmiş deyildi. İmtahanın qiymətini görmək mümkün deyil. Nə də ki, hər sualın koeffisient barəsində məlumatı görə bilirik. Tələbələrə təqdimatın görsənməsi üçün bu seçimi işarə edirik və yadda saxlayırıq. Tələbə öz tərəfindən artıq təqdimatını görə bilir və cavabların düz və ya səhv olduğunu da öyrənə bilir. Müəllim imtahanı yaradan zaman və ya yaratdıqdan sonra qiymətləndirmiş edə bilər. Hal-hazırda imtahan qiymətləndirilmişdir. Düzəliş et düyməsinə klik edib qiymətləndirilmiş imtahan seçimini qeyd edirik. Artıq qiymətləndirmə növləri də aktiv oldu. Avtomatik və əllə seçimləri var. Hazırda avtomatiki seçdim. Yadda saxladıqdan sonra artıq təqdimatın qiyməti də avtomatik olaraq hesablandı. Təqdimata daxil olub görə bilərik ki, hər sualın ayrılıqca ümumi qiymətə koeffisiyentə görə təsiri var. Birinci sual səhvdir deyə və koeffisiyenti 1 olduğu üçün artıq qiymətə təsir etdiyi 33,3% hesablanmır və ona görə də ümumi qiymət 66,7% təşkil edir. Halbuki özümüz bu sualı 50 ilə qiymətləndirə bilərik, hansı ki ümumi qiymətin yenidən avtomatik hesablamasını çıxaracaq və hər hansı sualı 0 kimi qiymətləndirib yenidən ümumi qiyməti aşağı düşməsinə şahid oluruq. Əlavə olaraq ümumi qiyməti birbaşa dəyişə bilərik və o zaman sualların qiymətə təsiri nəzərə alınmır. Yenidən əgər təqdimatın qiymətini ilkin haldakı kimi hesablanmasını istəyiriksə, qiymətləndirmiş imtahan seçimini ləğv edib, sonra yenidən işarə edirik və yenidən qiymətləndirmə ilkin haldakı kimi baş verdi. Qiymətləndirmə tipi əlili olan halda hər bir təqdim olunan imtahanın qiyməti artıq avtomatik əks olunmur. İmtahanın qiymətləndirmə növü əlili olanda tələbə imtahanı təqdim edəndən sonra artıq qiymətini dərhal görmür və qiymətin gözləndiyi barəsində məlumat ala bilər. Müəllim isə öz tərəfindən görə bilər ki, təzə bir təqdimat var. O təqdimata daxil olub, ya imtahanın ümumi qiymətini birbaşa təyin edə bilər, ya da bir-bir aşağıdakı sualları qiymətləndirə bilər. Hal-hazırda imtahanın qiymətini 70% kimi qeyd edirəm və yadda saxlayıram. Sualları artıq təklikdə qiymətləndirəndə ümumi qiymət hər sualın koeffisiyentə görə hesablanır. Tələbə isə öz tərəfindən qiymət haqqında detallı məlumat görə bilər və həm də hər sualın öz qiymətini də görə bilər. Müəllim imtahanın son tarixini də əlavə edə bilər. Və əlavə olaraq da imtahanın taymerini saat, dəqiqə, saniyə şəklində təyin edə bilər.
Təyin olunmuş vaxt limitində keçən tələbələr haqqında müəllim axırda məlumat ala bilər və artıq hər bir tələbənin hansı vaxt ərzində imtahanın bitirdiyi haqqında məlumat ala bilərik. Hal-hazırda başqa bir tələbə adından həmin imtahanı başladıb. Görə bilərəm ki, artıq imtahanın taymeri də var. Gördüyünüz kimi bu taymer 5 dəqiqədən sonra tükənəcək. Sualları qeyd edək və təqdim edək. Və müəllim görür ki, həmin tələbə imtahanı 17 saniyə ərzində bitirib, amma biz sonradan taymeri məsələn 10 saniyəyə qədər azaltsaq, o zaman görə bilərik ki, hansı tələbə 10 saniyədən çox vaxtda imtahanı bitirib və ona əsasən qiyməti kəsə də bilərik. Davamiyyəti izləmək üçün iştirak düyməsinə klik edib və burada qrupumuzda olan tələbələri görə bilirik. Hər tələbənin qarşısında onun ortalama davamiyyət faizi əks olunur və hər dərsin tarixinə görə davamiyyətin statusunu izləyə bilərik. İştirak statusunu seçə bilərik. P iştirak edir, A isə qayıb deməkdir. Tələbə qrupa yazılmamışdır. Yazı o halda görsənir ki, həmin dərs zamanı tələbə ümumiyyətlə qrupa əlavə olunmamışdır. Təzə dərs tarixini əlavə etmək üçün bura klik edirik, dərsin tarixini seçib əlavə edirik və hər tələbə üçün davamiyyət statusunu seçə bilərik. Müəllim hər tələbənin təqdimat qiymətinə bir-bir tapşırığa və ya imtahana girib görə bilər. Məsələn, hər hansı imtahanı girib istənilən tələbənin qiymətini görə bilərik. Lakin bütün qiymətləri ümumi şəkildə görmək üçün ballar düyməsinə klik edirik və görə bilərik ki, qrupdakı olan hər tələbənin tapşırıq və imtahan üzrə qiymətləri bir yerdə görsənir. Həmin qiymətləri biz burada redaksiya edə bilərik. Maaş hesabatlarını izləmək üçün maaşlar düyməsinə klik edirik. Burada öz hesabatlarımıza görə bilərik, daha çoxunu yükləyə bilərik və statusa görə hesabatları çeşidləyə bilərik. Hər hansı hesabata daxil olub görə bilərik ki, hesabatın aid olacağı period var, işləmiş saatların sayı, istənilən maaş, valyuta seçimi, təsvir və status var. Maaş hesabatını yaratmaq üçün bu düyməyə klik edirik. Hesabatın aid olduğu periodu, işləmiş saatlar, maaş, valyutanı və təsviri qeyd edirik. Hesabat yaratdıqdan sonra avtomatik olaraq gözlənir statusunu əldə edir. Və menecer isə daha sonra o hesabatı ya qəbul edib, ya da rədd edə bilər. Hesabat gözlənir statusunda olan zaman müəllim tərəfindən silinə bilər. Müəllim qrupdakı tələbələri izləyə bilər, ada görə axtarış edə bilər, tələbənin məlumatlarını da görə bilər, öz menecerlərini və onların detallı məlumatını da görə bilər, həmçinin də həmin qrupda digər dərs deyən müəllimləri də görə bilər.